Salam dostlar, integral mövzusuna aid belə bir çalışmanın həllinə baxaq. İnteqrallar fərqini hesablayın. Əvvəlcə inteqralın belə bir xassəsini qeyd edək. İntegral A-dan B-yə fx dx bərabərdir. Əgər inteqralın sərhəddini dəyişiriksə, yəni onu B-dən A-ya yazırıqsa, bunda inteqralın qarşısına bir mənfi düşür, olur mənfi B-dən A-ya fx dx. Bu xassədən istifadə etsək, yazarıq ki, bərabərdir. İntegral 3-dən 7-yə sinus kvadratı x dx. İkinci inteqralın sərhəddini dəyişsək, qarşıya bir mənfi də çıxacaq, onda olacaq müsbət. İntegral 3-dən 7-yə kosinus kvadratı x dx. Və inteqralların sərhədləri eyni olduğu üçün bir inteqralın altında yazmaq olar bu funksiyaları. Və yazarıq 3-dən 7-yə sinus kvadratı x üstə gəlsin kosinus kvadratı x bağlayırıq dx bərabərdir. Bilirik ki, sinus kvadratı plus kosinus kvadratı 1 verir. Onda buradalarıq integral 3-dən 7-yə 1 dx. Birin integralı isə x edər, yəni x-in törəməsi 1 edir. Bu da sərhəddə 3-dən 7-yə olduğu üçün yazarıq 7 çıx 3 bərabərdir 4-ə. Yəni bizdən soruşulan inteqralların fərqi 4-ə bərabər oldu.